Salam əziz şagirdlər. Bu videoda 2026-cı il 18 yanvar tarixində keçirilmiş Respublika Fen Olimpiyadasının rayon şəhər turunun 11-ci sinif riyaziyyat suallarının həllinə baxacağıq. Sualların həllinə keçməmişdən əvvəl qeyd etmək istəyərdim ki, Respublika Fen Olimpiyadalarına hazırlaşmaq istəyən şagirdlər 050 637 80 65 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi isə gəlin sualların həllinə keçək. Birinci sualda x ədədini tapmamızı istəyir. Deməli, birinci ifadənin birinci toplananı olduğu kimi yazıram. İkinci toplananı isə 16 vurulsun 3 vurulsun 3 üstü x çıxılsın 1 şəklində yazıram. Bölünsün. Aşağıdakı ifadəni isə 4 vurulsun 3'ün kvadratı vurulsun 3 üstü x çıxılsın 1 çıxılsın 2 vurulsun 3 üstü x çıxılsın 1 şəklində yazıram. Sürət və məxrəcini 3 üstü x çıxılsın 1'ə bölsəm, yuxarıda 64, aşağıda isə 34 qalacaq. Bunu da 32 çıxılsın 17 şəklində yaza bilərik. Hansı ki bu 3-cü dərəcədən kök altda 2 üstü x çıxılsın 1 bölünsün 17'ye bərabər olmalıdır. Buradan da 3-cü dərəcədən kök altda 2 üstü x çıxılsın 1 bərabər olacaq 32'ye, hansı ki 2 üstü 5'dir. Bərabərliyin hər iki tərəfini 3-cü dərəcədən qüvvətə yüksəlsəm, x çıxılsın 1 bərabərdir 15, x bərabərdir 16 əldə etmiş olaraq. Cavabımız B bənd. Növbəti suala baxaq. Növbəti sualda ifadənin qiymətini tapmamızı istəyir. İlk öncə biz ən daxildəki kök altdakı ifadəyə baxmalıyıq. Hansı ki o kök altda x kvadrat çıxılsın 4x plus 4'dür. Uşaqlar, biz ifadəyə baxan kimi görə bilərik ki, müxtəsər vurma düsturlarından həmin o ifadə x çıxılsın 2'nin kvadratına bərabərdir. Hansı ki kökün altından modulda x çıxılsın 2 çıxacaq. İndi bizə belə bir şərt verilib ki, x-imiz 1-dən kiçikdir. X əgər 1-dən kiçikdirsə, x çıxılsın 2 mənfi olacaq. Əgər ifadəmiz mənfidirsə, moduldan əksi çıxacaq. Yəni bu ifadənin qiyməti də 2 çıxılsın x-ə bərabərdir. Gətirib bu ifadənin əvəzinə 2 çıxılsın x yazsam, onda bizim ifadəmiz yenilənib x kvadrat çıxılsın 2x plus 1 halına düşmüş olacaq. Və yenidən kökün altındakı ifadənin x çıxılsın 1'in kvadratı olduğunu görə bilərik. Hansı ki moduldan kökün altından modulda x çıxılsın 1 çıxacaq. Və x-imiz yenə 1-dən kiçikdir deyə x çıxılsın 1 0-dan kiçikdir, moduldan ifadənin əksi çıxmalıdır. Onda bu olacaq 1 çıxılsın x. Hansı ki toplayanda bizə 1 cavabını vermiş olacaq. Cavabımız C bənd. Növbəti sualda ABCD ardıcıl müsbət tam ədədlərdir deyilir. A və C ədədlərinin cəmi B və D ədədlərinin hasilinin 5/1-nə bərabərdir. Bu ədədlərin ədəd ortasını tapın. Deməli uşaqlar, əgər ABCD ardıcıl cüt müsbət tam ədədlərdirsə, A-ya 2x desəm, B-miz 2x plus 2, C 2x plus 4, D də 2x plus 6 olmuş olacaq. Buradan da A plus C cəminin biz B-də bölünsün 5 olduğunu bilirdik. Düzdürmü? Gətirib ABCD-nin əvəzinə x-dan asılı ifadələr yazsam, onda bizim əlimizdə 4x plus 4 bərabərdir 2x plus 2 vurulsun 2x plus 6 bölünsün 5 kimi bir ifadə olmuş olacaq. İndi hər iki tərəfi 2x plus 2'yə bölə bilərəm, düzdürmü?
Çünki mən 2x plus 2-nin, yəni b-nin müsbət olduğunu bilirəm və sıfırdan fərqli olduğunu bilirəm. Onda hər iki tərəfi 2x plus 2-yə bölsəm və hər iki tərəfi 5-ə vursam, 2x plus 6 bərabərdir 10, x da bərabərdir 2 əldə etmiş olaraq. Bizə isə bu ədədlərin ədəd ortası lazımdır. Hansı ki, bu ədədlərin ədəd ortası 8x üstə gəlinsin 12 bölünsün 4-dür. Yəni 2x plus 3. X-in də vəzinə 2 qoysam, ədəd ortamız 7-yə bərabər olmuş olacaq. Dördüncü sualımız. Dördüncü sualda Venn diaqramından istifadə edərək eləyə bilərik. Deməli, bir A çoxluğu götürürəm, bir B çoxluğu götürürəm. SA A çoxluğunun elementləri deməkdir. Gəlin bu Venn diaqramını X, Y, Z kimi bölək. Düzdürmü? Onda SA'mız, baxın, SA'mız X plus Y olacaq. SB'miz isə Y üstə gəlsin Z'dir. Düzdürmü? SA ilə B-nin birləşməsi X plus Y plus Z'dir. Bu 15'e bərabərdir. SA çıxılsın B. SA çıxılsın B. Baxın, bu hissədə qalan elementlərin sayıdır. Yəni X-dir. X bərabərdir S, B çıxılsın A-ya. O da 3Z olacaq. Bizdən isə A ilə B-nin kəsişməsini istəyib, hansı ki bu Y-dir. Elə bil ki, bizim əlimizdə bir sistem tənliyi var. Deməli, bu bərabərlikdən biz Y bərabərdir X çıxılsın 2Z əldə edərik. X-in də əvəzinə 3Z yazsam, Y bərabərdir Z çıxar. Gətirib burada X-in əvəzinə 3Z, Y-in əvəzinə Z, Z-də olduğu kimi Z yazsam, 5Z bərabərdir 15, Z bərabərdir 3 əldə etmiş olarım. Bu deməkdir ki, X da bərabərdir 9-a və Y də Z-ə bərabər idi deyə, Y də bərabərdir 3-ə. Cavabımız Y-bəndir. Növbəti sual. Deməli, bu 4 rəqəmli ədədin 6-ya tam bölünə bildiyini biliriksə, A plus B cəminin ən böyük qiymətini tapmaq lazımdır. Deməli, uşaqlar, bu ədədimiz 6-ya bölünürsə, 3-ə də bölünməlidir, düzdürmü? Onda A plus 2 plus 3 plus B 3-ə bölünməlidir, düzdürmü? Yəni, rəqəmləri cəmdə 3-ə bölünməlidir. A plus B plus 5 3-ə bölünməlidir və biz A plus B cəminin 18-dən kiçik bərabər olduğunu bilirik deyə, A plus B cəminin ala biləcəyi ən böyük qiymət deməli, bizdə 16-ya bərabər olacaq. Bəli, əgər mən B-ni 8, A-nı da 8 götürsəm, onda 8238 ədədi 6-ya bölünmüş olacaq. Və cəm də ən böyük 16 ola bilər. Çünki 17 və 18 qoyduqda bu ədəd 3-ə bölünmür. 6-cı sualımız. Deməli, bizdən bu sualda da ifadənin qiymətini tapmamızı istəyir. Uşaqlar, gəlin bu ifadənin hər iki tərəfini aya vuraq. 2A kvadrat çıxılsın 1 bərabərdir 5A. Düzdürmü? Buradan da 2A kvadrat çıxılsın 5A bərabərdir 1 əldə etmiş olarıq. Onda mən bu ifadəni 2A kvadrat çıxılsın 5A çıxılsın 2A plus 1 bölünsün A kimi yazsam, bu ifadənin qiyməti olacaq 1. Düzdürmü? Bu ifadə də əslində bu ifadənin əksidir. Düzdürmü? Onda bunun da dəyəri -5-dir. Fərqimiz -4 olmuş olacaq. Cavabımız B-dir. 7-ci sualda da deməli, bu şərt ödəyən x ədədlərinin
cəmini tapmamızı istəyir. Uşaqlar, əgər bir ədədin qüvvəti 1-ə bərabərdirsə, bu o deməkdir ki, bizim əsasımız ya 1-dir, ya -1-dir və -1 olanda da qüvvətimiz cüt olmalıdır və ya qüvvətimiz 0-dır, əsasımız da 0-dan fərqlidir. Deməli, dediyimiz kimi 5 bölünsün x çıxılsın 1 ya 1-dir. 5 çıxılsın x çıxılsın 1 bərabərdir -1-dir və hansı ki bu halda x kvadrat çıx 1-in deməli cüt olmasına diqqət etmək lazımdır. Digər bir variant isə x kvadrat çıx 1-in 0-a bərabər olmasıdır və əsasın təyin olunduğunun və 0-dan fərqli olduğundan əmin olmaq lazımdır. Bu halda x bərabərdir 6 əldə edərik, burada x bərabərdir -4, burada da x bərabərdir 0 və x bərabərdir, daha doğrusu x bərabərdir 1 və x bərabərdir -1 əldə edə bilərik. Uşaqlar, əgər x-in əvəzinə 6 qoysaq, bəli, doğrudan da şərtimizi ödəyəcək. Yəni 1 üstü, düzdürmü? 6 qoysaq, 1 üstü 35. Şərtimiz ödəndi. Doğrudan da 1-ə bərabərdir. -4 qoysaq, -1 üstü 15 əldə edərik. Bu -1-dir. 1 deyil. Yəni bu bizim şərtimizi ödəmir. Sonra x-in əvəzinə ümumiyyətlə 1 qoymaq olmaz. Çünki x çıxılsın 1 məxrəcdədir. X-in əvəzinə mən 1 qoysam, bu 0 eləyir və təbii ki, həmin o nöqtədə təyin olunmayıb. Yəni bu da bizim şərtimizi ödəyə bilməz. X-in əvəzinə -1 qoysaq, 5 bölünsün -2 üstü 0, doğrudan da 1-ə bərabər olacaq və mənim şərtimi ödəyəcək. Deməli, bizim 2 dənə həllimiz oldu. Bu həllərin cəmi də 5-ə bərabərdir. 8-ci sual. 8-ci sualda da uşaqlar, sistem tənliyi həll etməyi istəyir. 3 üstəymə 1 x desəm, düzdürmü? 4 üstü n-ə də bir y desək, 3 üstəymə x desək, onda uşaqlar, bu ifadə olacaq 8y bərabərdir 17. Bu da olacaq y çıxılsın 5x bərabərdir -44. Yuxarıdakı ifadəni 5-ə vurub toplasam, onda mən 41y bərabərdir 41 əldə etmiş olaram. Buradan da y bərabərdir 1 çıxar. Y 1-dirsə, x da bərabərdir. Deməli, 9 olacaq. Bizim x-imiz 3 üstü m-dir. Bu bərabərdir 9-a. Bizim y-imiz isə deməli 4 üstü n-dir. Yəni, bu da 1-dir. Buradan m bərabərdir 0, m bərabərdir 2 əldə eləyə bilərik. M üstəgənsin, m cəmi də olacaq 2. 9-cu sual. 9-cu sualda da sadə bir mod sualıdır. 3 üstü, birinci 3 üstü 444-ün 7 olan qalığını tapmalıyıq. Deməli, uşaqlar, biz 3-ün qüvvətlərinin 7 olan qalığına baxsaq, məsələn, 3 üstü 1 mod 7-də bizə neçə verər? 3 verər. 3 üstü 2, 2 verər. 3-ün kubu -1 verər. Uşaqlar, yadınızda qalsın. Modda, yəni qalığı tapmaq üçün əsas məntiq 1 və ya -1 əldə etməkdir. -1 əldə etdiksə, artıq dayana bilərik. Mən bunu yaza bilərəm. 3-ün kubu, düzdürmü? Üstü, bu ədədi 6-ya bölsək, hər hansısa bir 3-ə bölsək, hər hansısa bir tam ədəd alırıq. Neçə olacaq bu? 148. Səhv eləmirəmsə 148 olmalıdır. Bu da -1 üstü 148. -1-in 148-ci qüvvəti isə 1 verər. Mod 7-də. Və uşaqlar, birbaşa Fermat teoremi ilə də eləyə bilərsiniz. Yəni, bir-bir qalıqları yoxlayıb -1-də əldə etmək olar və ya Fermat teoreminə görə 3 üstü 7 sadə ədəd olduğuna görə 3 üstü 6, 1 mod 7-dir. Bundan da istifadə edib eləyə bilərsiniz. Digər sualda isə, daha doğrusu digər ifadədə isə yenə də 4-ün qüvvətlərinə baxsaq, 4 üstü 1 bizə 4 verər mod 7-də, 4-ün
4'ün kvadratı 2 verər. 4'ün kubu isə bizə 1 verər. 64'dür. Daha doğrusu bəli 1 verir. Deməli mən bunu 4'ün kubu üstü 111 şəklində yaza bilərəm və 4'ün kubunun 7 olan qalxı 1 deyə 1 üstü 111. Bu da 1 mod 7 olmuş olur. Onda bu ifadələrin ikisinin cəminin 7 olan qalxı 2 olmalıdır. Yəni cavabımız heç biri. 10-cu sualımız. Deməli, bu ədədin neçə rəqəmli olduğunu tapmaq lazımdır. Uşaqlar, bu ifadəni mən 4 üstü 10 vurulsun 25 üstü 11 və bunu da 4 üstü 10 vurulsun 25 üstü 10 vurulsun 25 kimi yazsam, bu olacaq 100 üstü 10 vurulsun 25. Düzdürmü? Bu da olacaq 25 vurulsun 10 üstü 20. Yəni 25 və yanında da 20-dən 0. Toplamda 22 rəqəmli bir ədəd olmuş olacaq. Bu ifadənin n-in neçə mənfi olmayan tam qiymətində tam olduğunu tapmamızı istəyir. Deməli uşaqlar, birinci n-ə baxıram. N-in kvadrata n-i n-ə vurmuşam ki, n kvadrat alınıb. Deməli, 3'ü də n-ə vurmalıyam. Yəni mən bunu mənfi 3'ü də n-ə vursam, çıxılsın 3n kimi yazacağam. Sadəcə məndə çıxılsın n-dir deyə, mən bunu üstə gəlinsin 2n yazmalıyam. Bölünsün n çıxılsın 3. Düzdürmü? N üstə gəlsin 2n bölünsün n çıxılsın 3. Deməli uşaqlar, n-i 2'ə vurmuşamsa, mənfi 3'ü də 2'ə vuracam. Yəni mən bunu yazmalıyam. 2n çıxılsın 6 bölünsün n çıxı 3. Üstə gəlinsin 6 bölünsün n çıxı 3. Düzdürmü? Və bu da olacaq n üstə gəlinsin 2, üstə gəlinsin 6 bölünsün n çıxılsın 3. Kimi yaza bilərik. İndi isə n çıxılsın 3 6-nın bölənləri olmalıdır. Yəni n çıxılsın 3'ün qiyməti 6, 3, 2, 1, mənfi 1, mənfi 2, mənfi 3 və mənfi 6 ola bilər. Buradan da n-ə uyğun olaraq 9, 6, 5, 4, 2, 1, 0 və mənfi 3 kimi tapa bilərik. Bizdən isə n-in neçə mənfi olmayan tam qiymətdəyib deyə cavabımız 7 olacaq. 12-ci sual. Deməli uşaqlar, 12-ci sualı da əldə etmək üçün ilk öncə mən baxıram ki, ifadəmiz simmetrikdir. Yadınıza qalsın. İfadəmizin simmetrik olması nə deməkdir? Yəni, bunun əmsalı da 1'dir. Bunun əmsalı da 1'dir. 6'dır, 6'dır. Sağdan və soldan simmetrikdir. Belə olan hallarda uşaqlar, ifadənin hər iki tərəfini x kvadratına bölsəm, x kvadrat çıxılsın 6x plus 6 üstə gəlinsin. 6 bölünsün x plus 1 bölünsün x kvadrat kimi bir ifadə əldə edərəm. Onda mən bunu x kvadrat üstə gəlinsin 1 bölünsün x kvadrat kimi yazsam, çıxılsın 6 x çıxılsın 1 bölünsün x üstə gəlinsin 6 bərabərdir 0 kimi yazsaq və uşaqlar, burada da x çıxılsın 1 bölünsün x-a 1 t desəm, onda x kvadrat üstə gəlinsin 1 bölünsün x kvadrat bərabər olacaq. Deməli, mən bunu x çıxılsın 1 bölünsün x-in kvadrat üstə gəlinsin 2 şəklində yazsam, bərabər olacaq t kvadrat plus 2'yə. Gətirib yerinə yazsam, t kvadrat plus 2 kimi yazsam, bunu da çıxılsın 6t yazsam, bərabər olacaq 0'a. Burada isə t-ni ya biz 4 əldə edərik, ya da t-ni 2 əldə edərik. Gəlin t-nin qiymətlərinə baxaq. T-miz 4 olarsa, yəni biz t nəyə demişdik? X çıxılsın 1 bölünsün x-a. Bu 4 olarsa, buradan x kvadrat çıxılsın 4x çıxılsın 1 bərabərdir 0 əldə edərik. Düzdürmü? Və bunu da həll etsək, diskriminant 0-dan böyükdür deyə, diskriminant 0-dan böyükdür. 2 dənə müxtəlif həqiqi kök əldə etmiş olacaq.
Düzdürmü? 2 dənə kök buradan gəldi. Həmçinin x sıxılsın 1 bölünsün x-a baxsaq. Bunu da mən 2-yə bərabər eləsəm, bu olacaq. X kvadrat çıxılsın 2x sıxılsın 1 bərabərdir 0. Burada da əgər biz diskriminanta baxsaq, diskriminantın sıfırdan böyük olduğunu görə bilərik. Bu deməkdir ki, burada da 2 müxtəlif kökümüz olmuş olacaq. Yəni, ümumi cavabımız 4-ə bərabərdir. 13-cü sual. Deməli, bizə deyilib ki, funksiyanın qrafiki absis oxuna toxunur. Əgər uşaqlar, bizim funksiyamızın qrafiki absis oxuna toxunursa paraboladda, deməli, bunun bir dənə kökü var. Cəmsi bir dənə kökü var. Bir dənə kökü varsa, bir dənə həqiqi kök varsa, diskriminant 0-a bərabər olmalıdır. Yəni, 9 çıxılsın, 4 vurulsun, m çıxılsın 1 bərabər olmalıdır 0-a. Buradan da m çıxılsın 1 bərabərdir. Gəlin bunu da belə yazaq. Buradan da m bərabərdir 4-ə. Bərabərdir 13, m bərabərdir 13 bölünsün 4 əldə eləyə bilərik. Cavabımız Y-bəndir. 14-cü sual. Deməli, uşaqlar, bu sualda da ifadəni eyni məxrəcə gətirib toplasaq, sinus 15 vurulsun kosinus 15. Yuxarıda isə kosinus 3 vurulsun kosinus 15 çıxılsın. Sinus 3 vurulsun sinus 15 əldə eləyə bilərik. Düzdürmü? Uşaqlar, yuxarıdakı ifadə kosinus alfa plus betanın əslində açılışıdır. Yəni, yuxarıdakı ifadə olacaq kosinus 18. Aşağıdakı ifadə isə olacaq, deməli, mən əgər bunun sürət və məxrəcini 2-yə vursam, baxın, sürət və məxrəcini 2-yə vururam. 2 sinus 15, kosinus 15 də sinus 30 olacaq. Yəni, bu olacaq 2 kosinus 18. Düzdürmü? Və kosinus 18-ə də 2 qat bucaq kimi baxıb, mən bunu 1 çıxılsın 2 sinus kvadrat 9 kimi yaza bilərəm. Hansı ki, bizdə də sinus 9 a-ya bərabərdir. Yəni, bu olacaq, deməli, 2 çıxılsın. Sürət və məxrəcin uşaqlar, burada 2-yə vurmaq yadımızdan çıxıb. Bəli, 4 dənə olacaq burada. Deməli, biz burada 4 yazmalıyıq. 4 dənə 1 çıxılsın 2 sinus kvadrat 9. Bu da bərabər olacaq. 4 çıxılsın 8 sinus kvadrat 9-a. Sinus 9-un da əvəzinə a yazsaq, bu olacaq 4 çıxılsın 8 a kvadrat. Cavabımız Y-bəndir. 15-ci suala baxırıq. Deməli, uşaqlar, bizdə p üçün 5, p mənfi üçün 4 olduğu verilib. Bizə deyilib ki, ifadənin x kvadrat çıxılsın 9 olan qalxını tapın. Baxın, uşaqlar, əgər biz px-ı x kvadrat çıxılsın 9-a bölürüksə, alınan ifadənin dərəcəsi 2-dən kiçik olmalıdır, düzdürmü? Əgər 2-dən kiçikdirsə, onda bizim qalxımız ax plus 5 şəklində olmalıdır. Onda mən px-a bir x kvadrat çıxılsın 9, yəni x kvadrat çıx 9-a böləndə tutalım ki, qalıqda rx alınır, plus ax plus 5 şəklində baxsam və gətirib burada bərabərlikdə x-in əvəzinə, baxın, 3 qoysam, bu ifadə 0 olacaq deyə bizdə alınacaq. 3x plus b bərabərdir 5 və gətirib x-in əvəzinə mənfi 3 qoysam,
Bizdə yenidən x kvadrat çıxılsın 9 0 alınacaq deyə alınacaq. -3x plus 5 bərabərdir 4. Bu iki ifadəni tərəf-tərəfə çıxsam, alaram 6x bərabərdir 1. X bərabərdir 1 bölünsün 6. Düzdürmü? Uşaqlar, üzürürsən bu A olmalıdır. Bu da A'dır. A bərabərdir 1 bölünsün 6. A'nın əvəzinə burada 1 bölünsün 6 qoysaq, baxın 3A plus B bərabərdir 5-dir deyə. A'nın əvəzinə 1 bölünsün 6 qoysaq, B bərabərdir 9 bölünsün 2 əldə etmiş olaraq. Onda bizim cavabımız A bəndə olacaq. AX plus B, A'mız 6'da 1, B'miz isə 9 bölünsün 2'dir. 16-cı sual. Deməli uşaqlar, 16-cı sual da məşhur sual tiplərindən biridir. Bu formada sualları eləmək üçün nə edirik? Sürət və məxrəcin qoşmasına vururuq. Burada da məxrəcin qoşması kökdə 2 çıxılsın 1-dir. Sürət və məxrəci kökdə 2 çıxılsın 1-ə vursam, kökdə 1 kimi yazaq. Deməli, məxrəcdə uşaqlar 2 kvadratın fərqi alınacaq deyə 2 çıxılsın 1 olacaq. İkinci ifadəni də sürət və məxrəcini kökdə 3 çıxılsın kökdə 2-yə vursam, məxrəcdə kökdə 3-ün kvadratı, yəni 3, çıxılsın kökdə 2-nin kvadratı, yəni 2 alınacaq. Kökdə 3 çıxılsın kökdə 2. Bu şəkildə davam eləsək, kökdə 4 çıxılsın kökdə 3, bölünsün 4 çıxılsın 3. Kökdə 2025 çıxılsın kökdə 2024, bölünsün 2025 çıxılsın 2024. Uşaqlar, məxrəclər 1-dir deyə mən bunu kökdə 2 çıxılsın kökdə 1 üstə gəlsin. Kökdə 3 çıxılsın kökdə 2 üstə gəlsin kökdə 4 çıxılsın kökdə 3 plus kökdə 2025 yəni 45 çıxılsın kökdə 2024 kimi yaza bilərəm. Uşaqlar, məsələn, gəlin bu hissəyə kimi baxaq. Kökdə 2-lər gedir, kökdə 3-lər gedir. Sonuncu plus qalır, yəni sonuncudan əvvəlki və əvvəlkindən sonrakı qalır. Onda cavabımız olacaq, bizdə də hər biri islah edəcək. Cavabımız olacaq 45 çıxılsın kökdə 1, yəni 1. Bu da 44 edir. Cavab variantlarda yoxdur deyə cavabımız Y bəndi. 17-ci sual. Deməli uşaqlar, AD-mizi 1 verib, DY-ni 5 verib, Y-sini 3 veribdir. Bizdən B-si çıxılsın, AB fərqini tapmamızı istəyir. Toxunanın və kəsənin xassəsinə görə biz bilirik ki, AD vurulsun AY bərabər olmalıdır AK-nın kvadratına. Buradan AK-nın kvadratına, AK-ya gəlin bir A deyək. Alarıq ki, A kvadrat bərabərdir 1 vurulsun 6, yəni 6. A-mız bərabərdir kök altda 6. Düzdürmü? Gəlin burada bir B deyək. B-nin kvadratı da eyni qayda ilə alaram. S-yə vurulsun SD. Yəni 3 vurulsun 8. Buradan da B bərabərdir kök altda 24, 2 kök altda 6. Digər tərəfdən uşaqlar, B-dən əgər bu çevrəyə 2 dənə toxunan çəkmişiksə, bu toxunanların uzunluqlarına XX deyə bilərik. Düzdürmü? Bir nöqtədən çevrəyə çəkilmiş 2 toxunan bir-birinə bərabərdir. Onda AB-nin uzunluğu X plus A olacaq. A-mız da kök altda 6-dır. BC-nin uzunluğu isə olacaq X üstə gəlsin B. B də 2 kök altda 6-dır. X üstə gəlinsin 2 kök altda 6. Bu fərq eləyəcək kök altda 6. Yəni cavabımız D bəndidir. 18-ci sualda maraqlı bir sualdır. A-nı 90 dərəcə verib, AB 8-dir, AC 6-dır. Və bizə deyilib ki,
B bucağı BAD bucağından 2 dəfə böyükdür. CD-nin uzunluğunu tapın. Uşaqlar, birinci biz Pifagordan BC-nin uzunluğunu kök altda 8-in kvadratı plus 6-nın kvadratından 10 əldə edə bilərik. Yəni BC-nin uzunluğu 10-dur. Bunu bildik. Və biz bilirik ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median ondan 2 dəfə kiçikdir. Düzdürmü? Deməli bu medianın gəlin bura M nöqtəsi deyək. Onda bu medianın uzunluğu onun yarısı olacaq. Yəni 5 olacaq. Bunu yarı bölür və bunun yarısına bərabərdir deyə mən deyə bilərəm ki, BMA üçbucağı bərabər yanlıdır. Düzdürmü? Onda bura 2 alfadırsa, burada 2 alfa olmalıdır. Burada 2 alfa olmalıdır. Bura alfadırsa, deməli burada alfadır. Düzdürmü? Biz əldə etdik ki, AD tən böləndir. İndi uşaqlar, gəlin BD-nin uzunluğuna bir T deyək. Onda D-nin uzunluğu 5 çıxılsın T olacaq. Onda tən bölənin xassiyəsinə görə T-nin 5 çıxılsın T-yə olan nisbəti bərabərdir 8-in 5 olan nisbəti. Düzdürmü? Buradan da çarpaz vursaq, deməli, T bərabərdir 40 bölünsün 13 əldə edə bilərik. Bizə uşaqlar nə lazımdır? DC. DC nədir? BC çıxılsın BD. BD-ni də 40 bölünsün 13 tapmışdıq. Onda BC-miz olacaq 10 çıxılsın 40 bölünsün 13. Yəni 90 bölünsün 13. On 9-cu sual. Deməli, bizə BAC bucağı BCA bucağını 15 veribdir. Gəlin şəklimizi çəkək. Bir B nöqtəsi götürürəm. Düzdürmü? Burada D nöqtəsi olsun. Bura B'dir, A'dır, B'dir, C'dir, D'dir. Düzdürmü? Bizə deyilib ki, BAC bucağı ilə BCA bucaqları 15-15'dir. Burada 15'dir. Burada 15'dir. CAD bucağı 45 dərəcədir. ACD bucağı 30 dərəcədir. Bizdən hansı bucağı istəyibdir? Bizdən DBC bucağını istəyib. DBC bucağı. Uşaqlar, deməli mən ABC üçbucağına birinci baxıram. 15-15'dirsə B bucağımız bizim nə qədər olacaq? 150 dərəcə. Düzdürmü? Üçbucağın bucaqları cəmindən 150 dərəcə. Bəs bu bucaq nə qədər olacaq? Bu bucaq olacaq 105 dərəcə. İndi uşaqlar, gəlin mərkəzi B olan bir çevrə çəkək. Bu çevrəni hardan görürəm? Çünki 105'in 2 qatı üstə gəlinsin 150, 360 dərəcədir. Onda mən mərkəzi B olan bir çevrə çəksəm, mərkəzi B və radiusu deməli BA olan. Baxın, bunlar ikisi bir-birinə bərabərdir. Bunlar ikisi bir-birinə bərabərdir. Mərkəzi B olan və radius BA olan bir çevrə çəksəm, təbii ki, C də bu çevrə üzərində olacaq, A da. Və digər tərəfdən D bucağının 2 qatı üstə gəlinsin B bucağı 360 dərəcə olduğundan D də bu çevrənin üzərində olmalıdır. Baxın, mərkəzi B olan bir çevrə çəkirəm. Mərkəzi B olan tutalım ki, bu bir çevrə olsun. Dediyimiz kimi, BA bizim radiusumuzdursa, BC də bizim radiusumuz olmalıdır. Çünki BA ilə BC bir-birinə bərabərdir. Və həmçinin D nöqtəsi də bu çevrənin üzərində olmalıdır. Çünki D bucağının 2 qatı üstə gəlinsin. B bucağı cəmi 180 dərəcə, 360 dərəcədir.
Bunun məntiqi hardan gəlir? Uşaqlar, qövslərin cəmindən gəlir. AC qövsü D bucağından 2 dəfə böyükdür. Deməli, B bucağı da AC-dir. Kiçik AC olacaq 150, böyük AC olacaq 210. Cəmi 360-dır. Bu o deməkdir ki, D bu çevre üzərində yerləşir. D bu çevre üzərində yerləşir. Sonra BD-də bizdə elə radius olacaq. Düzdürmü? Bizdən DBS bucağını istəyib. DBS bucağı. Bax bu bucaq. İndi dediyimiz kimi bunlar ikisi bir-birinə bərabərdir deyə. Bunlar ikisi bir-birinə bərabərdir. Bura 45-dirsə, burada 45 olmalıdır. Artıq bu bərabər yanlı bir üçbucaqdır. Burada 45 olmalıdır. Onda DBS bucağı da olacaq 90 dərəcə. Cavabımız C-bəndi. Sonuncu sualımız düzbucaqlı bir üçbucaq verilibdir. Katetlərindən hipotenuz katetlərinin birindən 1 sm böyükdür deyib. Deməli, belə bir düzbucaqlı üçbucaq olsun. Bura bir x desəm, düzdürmü? Bura olacaq x plus 1. Tutalım ki, bu katetindən bir vahid böyük olsun. 1 sm böyük olsun. Burada gəlin bir A deyək. Onda uşaqlar, baxın, daxilə çəkilmiş çevrənin radiusu 2 sm-dir deyib. Daxilə çəkilmiş çevrənin radiusunu necə tapıram? Katetlərin cəmi çıxılsın hipotenuz, baxın, düstur necə idi? A plus B minus C bölünsün 2 bərabərdir, kiçik yer idi. Onda bizdə A plus x çıxılsın x plus 1 bölünsün 2 bərabər olmalıdır 2-yə. Buradan da A çıxılsın 1 bölünsün 2 bərabərdir 2-dir, A bərabərdir 5-dir. A bərabərdir 5-dir. A-nı 5 tapandan sonra uşaqlar. A-nı 5 tapandan sonra Pifagoru yazıram. 5-in kvadratı üstə gəlsin x-in kvadratı bərabərdir x plus 1-in kvadratı olmalıdır. Buradan da x-i 12 tapa bilərik. Buradan x-i 12 tapmaq sadədir. Deməli, bizim tərəflərimiz nə imiş? 12, 5 və 13. 12, 5, 13. Düzdürmü? Bizə deyilib ki, onun xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Biz də bilirik ki, düzbucaqlı üçbucaqda xaricə çəkilmiş çevrənin mərkəzi hipotenuzdan 2 dəfə, daha doğrusu xaricə çəkilmiş çevrənin radiusu hipotenuzdan 2 dəfə kiçikdir. Səbəbi hardan gəlir? Çünki bu üçbucağın xaricinə bir çevrə çəksəm, düzdürmü? Bura 90 dərəcədir deyə bu diametrə söykənməli olacaq. Bu o deməkdir ki, hipotenuzumuz diametrdir və radius da diametrdən 2 dəfə kiçikdir. Onda cavabımız olacaq 13 bölünsün 2, yəni 6.5. Bu qədər.